Mənim əzizlərim, bugün danışacağım mövzu çox ağırdır. Bu video çox ağır bir videodur. Bu barədə danışmaq çox ağırdır. Amma bu videoya baxmaq və bu barədə danışmaq məcburiyyətindəyim. Çünki susduqca uşaqlar bundan zərər görür. Mənim əzizlərim. Uşaqlara qarşı əxlaqsız hərəkət edən məxluqlar, onlara adam deməzdim, haqqında danışacağım. Oxudum ki, sırağa gün Tərtərdə bir uşaq, 13 yaşında bir uşaq müəllim yanına hazırlığa gətiribdi qohumunu, balaca uşağı. Müəllim yan otaqda uşaqla dərs keçirmiş, bu qız uşağı da 13 yaşında bu bir otaqda oturub televizora baxıb gözləyirmiş o uşağı. Və bu müəllimin əri bu uşağa qarşı, bu qız uşağına qarşı gəlib əxlaqsız hərəkət eləyib. Düşünün, yan otaqda həyat yoldaşı dərs keçir balaca uşağa, ibtidai sinif uşağıymış. Ər isə gəlib bu otaqda balaca 13 yaşında qız uşağına əxlaqsız hərəkət eləyir. Mənim əzizlərim, mən danışdıqca tüklərim biz-biz olur. Yəni bu ağla sığmaz bir şeydir. Və bu qız uşağı qorxub, tez qışqırıb, götürüb o balaca uşağı da qaçıb evə, ailəsinə xəbər verib, ailəsi polisə xəbər verib. Mən bu arada o ailəni alqışlayıram. Onlar qorxmadan, cəmaət nə deyəri düşünmədən, eşitsələr ayıb olar düşünmədən susmayıblar, şikayət ediblər. Və şikayətdən sonra həmən bu müəllim və əri gəliblər o valideynlərin yanına ki, bağışlayın, yalvar, yaxar, düşüblər ayaqlarına. Yenə də aferin həmən valideynlərə, əhsən həmən valideynlərə ki, şikayəti geri çəkməyiblər. Üzə bax, sən üzə bax. Yəni bu adam deməli bunu dəfələrlə eləyib ki, bu qədər ürəklidir. Yoxsa o yan otaqda həyat yoldaşı ola, bu necə bunu eləyə bilər? Deməli, bu adamın psixoloji durumu yerində deyil və arvadı ona görə gəlib xahiş eləsin ki, şikayət eləməyin. Bəlkə bunlar, bu nə ailədir? Yəni, mənim əzizlərim, bugün danışacağım mövzu budur. Uşağın yaşına, psixoloji inkişafına uyğun olmayan, uşağın yaşına, psixoloji durumuna, yaşı azdır, onun psixoloji durumu uşaqdır, ona uyğun olmayan hərəkətləri ona qarşı eləmək artıq uşaqlara qarşı əxlaqsız hərəkətlərdir. Bura nələr aiddir? Mən deyəcəm. Bura uşağa toxunmaq, sığallamaq, onunla hansısa cinsi, intim mövzuda danışmaq, o uşağa hansısa porno və erotik videolar göstərmək, o uşağın şəklini çəkmək, yaymaq və internet üzərindən uşağa yazmaq, onu nələrəsə təhrik eləmək və sonradan onu yaymaq. Mənim əzizlərim, uşağın razılığı və hüquqları yoxa sayılır və ona qarşı əxlaqsız addımlar atılır. Ümumiyyətlə, pedofillər kimdir? Mənim əzizlərim, pedofillər, həddi buluğa çatmamış uşaqlara qarşı cinsi istismar göstərən, əxlaqsız hərəkətlər eləyən adamlara pedofillər deyilir və onların çox böyük psixi pozuntuları olur. Yəni, onlar psixoloji durumları yerində olmur, orada problemlər olur. Və bu adamların cinsi marağı yetkinlik yaşına çatmamış insanlara qarşı yönəlir. Yəni normal insan, onun cinsi marağı yaşıdları, özündən bir neçə yaş balaca insana qarşı ola bilər. Amma həddi buluğa çatmamış insana qarşı əgər birinin cinsi marağı varsa, o pedofildir. 13-14 yaşında qızların nişanlayıb ərə verirlərsə, o qızı istəyən adam pedofildir. Yəni, o uşaqdır. Gəlinci oynadan uşağa necə sən maraq sala bilərsən? Burada qadın və qız uşağı da, oğlan uşağı da bura aiddir. Daha sonra bu adamlar çox vaxt o uşaqlara qarşı özünü mehriban göstərir, himayəçi göstərir. Bu proses uzun da ola bilər. Yəni, ona bir dəfə hədiyyə alır, bir dəfə, bilmirəm, bir şirniyyat alır, onu harasa gəzməyə aparır, onu şirinlikləndirir, uşağa qarşı
psixoloji manipulyasiya eləyir. Yəni o istəyinə çatmağa doğru o uşağı aparır. Bir dəfə əlindən tutur, bir dəfə sığallayır, bir dəfə onu eləyir, bir dəfə deyir bunu elə. O uşağı ona alışdırır. Bir dəfə bir baba da çıxmışdı ortalığa nəvəsinə qarşı əxlaqsız hərəkət eləmişdi. Çoxu yazırdı, uşaqda da az yoxdur 2 yaşında uşaq. Nə qanır o? O nə qanır? O elə bilib ki, uşağa nəyi göstərsə o norma bilir. Böyüyü təkrar eləyir də. Gündə qaşıqla yemək versən, qaşıqla yeyəcək. Çəngəllə versən, çəngəllə yeyəcək. Əllə ələ alışacaq. Anlamır axı. Qorxudurlar. Əksər hallarda adətən pedofillər ən yaxın adamlar olur. Qohumlar, müəllimlər, qonşu, məşqçi, dostun qohumu, yəni ən yaxın adamlar, ən qorxulu pedofillərdir. Fərq eləmir, oğlan və ya qız uşağı. Ən yaxın və Sigmund Freud'un bir nəzəriyyəsi var, bilirsiniz də, psixologiyanın banisidir. Freud nəzəriyyəsində ilk seksual təcrübə bütün ömür boyu ilişib qalır ağılda. Hara olursa olsun o ilk olanı insan axtarır və əgər o uşağa ilkin elə bir yəni yaşatsalar, o uşaq onun travmalarından çıxa bilmir. Yəni böyük adam olsa, o seksual onu axtarır, həyata keçirmək istəyir, yenidən yaşamaq istəyir. Balaca uşaq olursa, o ona böyük travma yaşadır. Və həyatda o yerini tapa bilmir. Çox zaman bu intihar olur. Çox zaman bu bastalanmış hisslər olur. Açıb ağarda bilmədiyi ki, bu da böyük problemlərə gətirib çıxardır. Yəni, kənardan olmur manyaklar. Pedofillər adətən kənar adamlar olmur. Pedofillər ən yaxınınızda olan adamlardır. Əbəs yerə deməyiblər ki, nənələr, ulular, uşağı tək qoyma. Fərq eləmir oğlan ya qız uşağı. Çox xatilə, oğlandır da, qonşu kişi ilə oturub. Niyə otursun ki, balaca uşaq? Nəzarət eləmək lazımdır da. Və mənim əzizlərim, uşaqlarda bu zorakılığın əlamətləri olur. Uşaq özünə qapanır, aqressiv olur, çox zaman susur, fərqli olur. Yəni, uşağın həmişəki halından fərqli hal olur. Bir də görürsən ki, uşaq çox aqressivdir və yaxud görürsən ki, bu uşaq ümumiyyətlə danışmaq istəmir, özünə qapanıb. Yəni, həmişəki halından fərqli bir halını görürsünüzsə o uşağın, həyəcan təbili çalmalısınız. Həyəcan, depressiyaya düşürsə və yaxud adətən həmin uşaqlar görürsən ki, kimdənsə qaçır. Tutmaq lazımdır, hiss eləmək lazımdır. O uşaq kimdən qaçır? O adam evə gələndə uşaq qaçır, gizlənir. Və çox zamanda valideynlər bunu anlamır. Bunun fərqində olmur. Çünki çox valideynlər bu cahillikdən mi irəli gəlir, bu egodan irəli gəlir, bilmirəm. Amma valideynlərin nəzarəti zəif olanda, uşağı eşitməyəndə, dinləməyəndə bu problemlərə gəlib çıxır. Başa düşürsünüz? Valideynlər çox zaman uşaqla ünsiyyət qura bilmirlər deyə uşağın nə hiss elədiklərini anlamırlar. Uşağı dinləmirlər. Bir eşit də, gör bu uşaq nə deyir? Sən uşaqsan. Və yaxud uşaq gəlib deyəndə belə gic danışma. O sənin əmindir, dayındır, qonşumdur, filanındır. Necə yəni gic danışma? Bir otur, söhbət elə, gör nə danışır? Uşaqlıqdan sən o uşağa bədən sərhədlərini anlatmalısan. Bədəninin sərhədləri sənə toxunmaq olmaz. Sən qaşıqdan qalxdınsa, məndən başqa sənə heç kim toxuna bilməz, səni heç kim təmizləyə bilməz. Bədən anlayışı olmalıdır. Sənin müəyyən hissələrini göstərmək olmaz. Başa düşürsünüz? Uşaqla bir balaca açıq danışmaq lazım. Daha demirəm, aç dök ortalığa hər şeyi. Xeyr. Amma ona bədən sərhədlərini anlatmaq lazımdır. Uşağı izah eləmək lazımdır ki, sirrin varsa qorxma. Mən buradayam. Hər nə olsa yanındayam, mənə danış. Səhv eləsən də qorxma, mənə danış. Uşaq sənə inanmalıdır, valideynə sirlərini danışa bilməlidir. Başa düşürsünüz? Kiçicik bir şübhəniz olarsa həmən mütəxəssisə
müraciət eləməlidir. Çox vaxt belə uşağı günahlandırır. Sən neynədin ki, bu belə? O bir hadisə olmuşdu. Məktəblərin birində oğlan uşağı bir qızın şəklini, başını götürüb lüt qızın üstünə yapışdırmışdı və məktəbə yaymışdı. Və o halda belə bir sual verdim mən. Dedim ki, buna bir əncam görmək lazımdır. Həmin məktəbdə işləyən adam mənə qayıtdı ki, niyə o qızı başqasını eləyərdi də? Necə yəni niyə o qızı? Qızın xəbəri də yoxdur. İndi oğlan öz aləmində nə düşünüb və yaxud o qız uşağına nə deyibsə, o ona acılayıb, nə edibsə, o gedib bunu özünə sindirə bilib və ondan belə heyif çıxıb. Yəni qadınları günahlandırmağı buraxın. Qadınlar bir qaqa uşaqları günahlandırmağı buraxın. Deyirəm də o video yayılmışdı, baba uşağa pis-pis şeylər eləyir. Deyirlər ki, uşaqda da az yoxdur. Uşaq neynəsin? Bu uşaqdır, bu qanmır. Uşaqları günahlandırmağı yığışdırın. Günah böyüklərdədir. Uşaqlar ağ vərəqdir. Ağ vərəq. Ən vacib olan bir məsələ, hər hansı bir belə hadisə ilə rastlaşdınızsa, həmən uşağı susturmağa çalışmayın. Onu dinləyin. Bilin ki, o uşaq susursa, əgər uşaq bir nədəsə hadisədə, belə bir hadisədə susubsa, o ona görə deyil o bunu istəyib. Ona görədir ki, qorxub, onu qorxudublar. Ona deyiblər demə heç kimə, deyərsən belə olar, deyərsən anan ölər, deyərsən atan ölər. Uşağı qorxudublar deyə o susub, mənim əzizlərim. Ümumiyyətlə uşaqlara qarşı cinsi zorakılıq ən ağır cinayətdir. Ən ağır və ən uzun müddətli cəzası nəzərdə tutulur qanunda, biləsiniz. Hətta internet üzərindən belə bir halla rastlaşırsınızsa, bu da cinayətdir. O qədər olur ki, yayılıb bu dəqiqə. Hansısa cavan qız uşaqları da ailəsində problemləri var. O ana ilə sirlərini açıb danışa bilmir, bölüşə bilmir, özünü tənha hiss eləyirsə, o uşaq qıraqda axtaracaq onu. Və o halda bəyən yazırlar da internetdə, hamıya yazırlar. Kimsə ona cavab verir, kimsə yox. Hansısa qız uşağı cavab verəndə onu manipulyasiya edirlər. Bir dəfə deyirlər çiyninin şəklini aç mənə, bir dəfə deyirlər göbəyinin şəklini aç mənə. O şəkilləri saxlayırlar. Sonra o uşağı şantaj edirlər və ona qarşı əxlaqsız hərəkətlər edirlər. Bir də görsən intihar olur və deyirlər ki, günahkar özü idi. Niyə özü idi? Və bunu buna sürükləyən adamlar bu cinayətdir. Yəni, hətta internet üzərindən baş verən belə hallar varsa, bunun özü belə cinayətdir, mənim əzizlərim. Və mən söyləmək istəyirəm ki, ən böyük problem odur ki, burada valideyn övladı ilə doğru düzgün ünsiyyət qurmalıdır. Doğru düzgün və bilin, adətən pedofillər uşaqların sizin ailənin ən yaxın adamları ola bilər. Onlar özləri mehriban göstərirlər, qoruyucu göstərirlər. O uşağı şirinləndirici şeylərlə ələ almağa çalışırlar. Yenə deyirəm, qohum, qonşu, məşqçi, müəllim, dost, bax, ailə dostu, bax, bunlar ola bilər. Və yaxud yuxarı sinifdən uşaqdır, dərs öyrədir uşağıma, nəzarət elə, oğlan uşağı olanda nə olar? Nəzarət elə. Yəni deməyim odur ki, bu uşaqların üçün çox böyük psixoloji travmadır və bilin ki, uşaq birdən-birə dəyişirsə, bu təsadüfi deyil, orada nəsə baş verir. Uşaq susqunluq yaşayırsa, gecə qorxuları olursa, yuxudan diksinib ayılırsa, hətta yerini batırırsa, altını batırırsa, halı əvvəlkindən fərqli olursa, bir adamı görəndə ondan qaçırsa, bilin ki, burada böyük problemlər var və uşaqla ünsiyyət qurmağa çalışın, kontakt yaratmağa çalışın və o uşaqlara dəstək olun, o uşaqları günahlandırmayın. İzah eləyin ki, hər nə olursa olsun, mən yanındayam. Bu hadisəni də birlikdə çıxacağıq, bu hadisəni də keçəcəyik, bunu eləyənləri cəzalandıracağıq. Mütləq mənim əzizlərim, bizim cəmiyyətimizdə bir balaca, ümumiyyətlə bu dünyada daha çox baş verən haldır. Mən sizə söyleyeyim ki, dünyada hər 5 uşaqdan biri belə cinsi zorakılığa, ona qarşı olan əxlaqsız hərəkətlərə uğrayır. Bu isə təxminən 20% deməkdir. Bu qızlarda
daha çoxdur qız uşaqlarında. Bu hallar daha çox olur, nəinki oğlanlarda, amma oğlanlarda da olur. Qızlarda 18-20% olur, oğlanlarda isə 7-8% olur. Və mənim əzizlərim, inanın ki, cinayətlərin 75-80%-i ən yaxın tanıdıqları adamlar tərəfindən baş verir. Mən bunu dönə-dönə vurğulayıram. Dünyada 50 milyondan çox uşaq cinsi istismara məruz qalır. Bu yavaş-yavaş ələ almaq olur. Yavaş-yavaş ələ almaq, şirinlikləndirərək ələ almaq son 10 ildə 3 dəfə artıb. Və yaxud internet üzərindən olur. Bu da 10-15% daha çox artıb. Amma bunların içində bildirilən hallar 10-15%-dir. Görün, bu qədər o qızlar arasında 18-20%, oğlanlar arasında 7-8% olan bu cinsi zorakılıq, cinsi istismar, əxlaqsız hərəkətlər, bu dünyada yalnız 10-15% ifşa olunub, deyilib. Amma əslində rəqamlar daha çoxdur. Azərbaycana gələndə bu bastırılmış deyilməyən hallar daha çoxdur. Çünki ailə utanır, ayıb olar, kim nə deyər, uşağı qorxuzurlar, sustururlar. Heç kimə demə, deyərsən sən alan olmaz, ərə gedə bil, deyərsən səndən evlənən olmaz, fərq eləmir, qız ya oğlan uşaqlar. Və bu il-ildən artır. Mən danışdıqca çox məyus oluram ki, bu il-ildən artır və mən ölkəmizdən danışıram ki, dünyada da artır, amma ölkəmizdə də artır. İnternet üzərindən daha çox belə şirinlikləndirici hallar olur, sonra şantaja keçir, sonra bax belə əxlaqsız hərəkətlər, bax belə hallar baş verir və adətən Azərbaycanda, ölkəmizdə bu hadisələrin 80%-i yəni danışılmır, deyilmir, gizli qalır. Çünki ailələr utanır, kim nə deyər, ayıb olar, uşağın sabahı var, ərə gedə bilməyəcək, evlənə bilməyəcək, mən bunu necə açıb ağardım və bunu açıb ağartmadıqca bu problemlər çoxalır. Əsasən də 6-14 yaş arası uşaqlarda baş verir və bunu açıb ağartmadığımıza görə, bu barədə danışmadığımıza görə bu hallar çoxalır. Bunu demək lazımdır, bunu danışmaq lazımdır. Bundan ümumən mübarizə aparmaq lazımdır. Bir nəfər dedi ki, mən psixologiya ilə təzə-təzə maraqlananda bir insan mənə danışdı. O homoseksual idi və o danışdı ki, mən uşaq idim, qanmırdım, əmi bizə gəlirdi və əmi gələndə mənə qarşı əxlaqsız hərəkətlər edirdi. Belə, əmi idi də, məni əmi ilə evdə tək qoyurdular, valideynlərim işə gedirdi, ya gələndə oyuncaq gətirirdi falan, anlamırdım. Belə, mən buna alışdım və bu mənim üçün norma oldu. Mənim qadınlara deyil, kişilərə istəyim yarandı. Çünki uşaqlıqdan alışdığım bir şey idi. Mənə elə gəlirdi ki, belə də olmalıdır. Və sonradan dedi ki, sonradan mən baxdım ki, bizim nəslimizdə tək mən deyiləm. Və hamı bu barədə susub, qorxuzub onu əmi. Baxdım ki, mənim bibim oğlumda da bu problemlər var. Ölkədən köçdü, getdi. Mənim baxdım ki, o bir qohum demək, bir nəfər yaxın qohum bir nəslin faciəsinə çevrilir. Düşünə bilirsinizmi? Ona görə fərq eləmir kimdir. Ən yaxın bu manyaklar sizin yaxınınızda olan adamlardır. Heç vaxt uşaqlarınızı tək qoymayın. Nəzarətdə saxlayın. Mənim əzizlərim. Və bu barədə susmayın. Susduqca artacaq. Bunu biz qaldırmasaq bu məsələni, qloballaşdırmasaq, bu barədə şikayət eləməsək, bu artacaq. Özümüzdən başlamalıyıq. Özümüz öz ailəmizə nəzarət eləməliyik. Yenə qayıdıram nəzarətə, mənim əzizlərim. Yəni, çox vaxt uşaq danışanda onu sustururlar. Gic-gic danışma. Filankəs sən bizim ailənin adamıdır, boş-boş danışma. Deyir, sənə hədiyyə alıb gətirir. Və yaxud qız uşağı gəlib deyəndə deyir, boş-boş danışma. O gün bir xəbəri də oxudum ki, bibinin əri qız uşağına belə zorakılıq tətbiq eləyib və qız uşağı hamilə qalıb. Ailə də şikayətçi olmayıb.
Onu da oxudum, Azərbaycanda baş verir. Mən də internetdən oxuyuram və təəssüf edirəm ki, belə hallar daha çox yayılır. Daha çox reytinq verir deyə bunu daha çox tirajlayırlar, saytlar, xəbərlər daha çox tirajlayırlar. Sanki bunu reklam edirlər, təbliğ edirlər. Bu yayılası bir şey deyil, bu utanası bir şey. Bunu susmaq lazım deyil, bunu şikayət etmək lazım. Bunu şikayət etmək lazımdır, bunu demək lazımdır. Bunun qarşısını almaq lazımdır, mənim əzizlərim. Yəni, statistika əslində çox soyuq bir rəqəmdir. Çünki statistika hər şeyi demir. Bizim məmləkətimizdə kim nə deyər, ayıb olar, o nə deyər, bu deyir. Oğlandırsa evlənməz, oğlana qarşı seksual hərəkət olursa həyatı puç olar, o sabah ailə qura bilməz. Qızdırsa onunla evlənən olmaz. Çox zaman qız uşağı aldığı travmadan böyüyəndən sonra kişi xeylağına qarşı onun istəkləri olmur. O iyrənclik, nifrət olur. Yəni, mən buradan sizə danışıram, uşaqlarınızla lütfən dost olun, uşaqlarınızı dinləyin, susturmayın. O səhv də danışsa, düz də danışsa, əhəmiyyətsiz bir şeylər də danışsa qulaq asın. Diqqətli olun və nəzarətdən buraxmayın. Bu demək deyil, onun həyatına müdaxilə edin, gələcəyinə müdaxilə edin. Xeyr, mənim əzizlərim, sadəcə elə olaraq uşaqlara qarşı diqqətli olun, eşidin, dinləyin, ünsiyyət qurun ki, biz bu halları aradan qaldıraq. Bugün mən bu barədə geniş danışdım, gördüyünüz kimi uzun bir videoda, amma mən heç istəmərəm ki, uşaqlar belə zorakılıqla, cinsi istismara məruz qalsınlar, belə zorakılığa rast gəlsinlər, belə əxlaqsızlıqlarla üzləşsinlər. Çünki bu çox üzücüdür, bu onların gələcək həyatını qaraldır. O uşaqlar bir ömür bu yükü daşıyırlar. Susturulan uşaqlar artıq psixoloji travmalar alan uşaqlardır. Çoxu deyir, şu travma zat boş şeydir, əvvəllər olmayıb, nə olub? Xeyr, bu həmişə olub. Amma sosial şəbəkələr artdıqca, internet olduqca bu daha çox yayılıb. İnternet üzərindən də bu hallar rast gəlinir. Belə olanda uşaqlarınız sizə danışanda diqqətlə qulaq asın. Xahiş edirəm, uşağı günahlandırmayın, uşağın yanında olun, uşağı dəstəkləyin və cinayətkarı ifşa eləyin, cinayət məsuliyyətinə cəlb olunsun. Təşəkkür edirəm mənim əzizlərim. Gələcəyimiz olan uşaqları gəlin qoruyaq. Mən də düşündüm ki, belə bir video ilə sizə ayıldım. Ayılın və diqqətli olun. Təşəkkür.